Vur. Gol! Ne oldu patalaq? Bəs deyildi sən utanmara. Qız 5. 4 dənə topum qalıb, indi onları da vuraram. Bəxtin gətirir də, vurduğun qolları görmədik. Hə, indi bəxtim gətirir hə. Bəyək pultum işləmir də, getdim dəyişdim. Görsən nə tər oğullar var, qol həmişə qol olur. İstəyir mərkəzdən vur, istəyir işdən vur. Əla, vur görüm, aha. Şirxan müəllim, bir-iki gün bundan qabaq mənə nömrə verib dediniz ki, bu nömrədən zəng gəlsə mənə xəbər eləyərsən. İndi həmin nömrədən zəng gəlir. Fərhaddır, enter basım qəbul eləyək. Xeyr, qəbul eləyəm. Nahar vaxtıdır, işdən sonra qəbul eləyərəm. Sən nə danışırsan? Şirxan müəllim, axı siz mənə demişdiniz ki, bu nömrədən zəng gəlsə prosesorunu format eləməli olsun, belə save skripti tövbirlə recycle birinə atmalı olsun, belə mənə xəbər ver. İndi isə deyirsiniz dediklərinizi delete edib yaddaşımdan çıxardım, zəngi cavabsız qoyuram. Patalaq, nəfəsim kəsildi, mən patladım, patalaq nə istəyir? Buna bir bax. Nə də? Sən nə danışırsan? Atama Mahir dayının nömrəsini, müəllimin nömrəsi kim vermişik? Onunla danışmaq lazımdır. Bildim, sən şahidsən, sən də müəllim. Fonda səs verin. Alo, ata. Zaur, oğlum, nətərsən? Hardasan sən? Hə, ata, harada olacam, dərsdə. Nə? Vakif müəllimi? Ata, Vakif müəllim lövhədə deyə indi danışa bilmir. Oğlum, de görüm 2 üstə gəl 5 neçə eləyər? 5, 7. Mövzu ilə bağlı nə suallarınız var? Buyur oğlum, sən buyur. RAM-ı 8 olan 2 nüvərə prosesor, RAM-ı 6 olan 4 nüvərə prosesorla əvəz etsək, hansı üstünlüklərə və çatışmamazlıqlar əvəz oluna bilər? Patalaq, səndən soruşan var, nə buyuracaq? Hə? Patalaq? Nə? Qaçaraq? Başla Vakif müəllim. Ata, Vakif müəllim deyir ki, qaçaraq lövhəyə gəl. Mən getdim, sağ ol. Əla! Mən məşğələyə qaçım. Atam şübhələdi, yoxsa bu vaxt sən gələməzdi. Hə, onu qutarmam, sana qaçırsan. Əlbəttə ki, bu ürəkli oğlanlara aiddir. Anisan? Hə, yaxşı, gəl. Başlayaq? Gəl. Başladıq, Hə. Qaçaraq? Axı, mən patalaq eşitdim. Özdə o səs mənə tanış gəlirdi. Ayo, mən Zaura inanıram. Fərhad, deyirəm də, bizim uşaqlarımız heç vaxt elə şey eləməzlər. Bax, elə bu dəqiqə Yaqutla danışdım. Düz deyirsən, elə mən də bu dəqiqə Zaurla danışdım. Lövhədə onunla danışdın? Yo, əvvəl mənlə danışdı, sonra desən lövhəyə çıxdı. Bəs sən nə vaxt zəng eləmişdin ona? İndi? Yaqut bəs dedi ki, bayaqdan Zaur lövhədədir. Çox sadə və xoşbəxt insandır bizim bu xoşbəxt müəllim. Olmazdı ki, çox mürəkkəb bir də bədbəxt insan olsun. Dəsti da, qutal da. Sən düzələsin, döz səni. Deyirəm, abacı. Amma bilsən nə təribə, mənim 30 yaşım büyünsən ağır. Mən ha bu 30 yaşıma qədər, ha bu çağına qədər həbli adam nə görmüşəm, nə də eşitmişəm. Bir dənə həyat... Salam. Salam, belə üçün. Bu şəkildəki kişini tanıyırsınız? Baxın. Sonuncu dəfə bu şirkətə girəndə görürlər. Tanıdı nə sən? Nə olub ki? Dünən gecə saat 11-12 radələrində bankın filialına girərkən təhlükəsizlik kameralarına düşür. Nə məqsədlə girdiyi aydın olmasa da, çıxarkən əlində pul görüntüsü var. Yəqin ki, pulu oğurlayıb. O xoşbəxt müəllim. Necə? Sadəcə deyirəm, amma xoşbəxt oldu da kimdirsə o adam. Ara əzdi, nə qədər pul oğurlayıbdilər? Hələ aydın olmuyor. Ancaq onu görsəz deyərsiniz ki, gəlsin təslim olsun. Bəlkə cəzası yüngülləşər. Rakib,
Sənin adın nə oldu? Mənim adım Rakif. Bildik, adın Rakif deyil, mürəbbədə kifdir. O qoyduq bir qırağa. Rakif, sən bəyək hava almağa çıxmamışdın, ha? Tadan o hava almağa çıxmışdım, ha. Ha, dananı qoy bir qırağa, hava almağa çıxmışdın. Və bu əlindəki nədir? Bu gül lan, görmüsən güldür. Mən buna kələm demədim ki, başa düşün də güldür. Mən başa düşmürəm, sən çöldə bir saatdan artıq hava alana gül verirlər, təzə kampaniyadır, ha? Ay yox, kampaniyalara getməmişdim. Ürəyim istəyib, şanlıma gül almışam da güldür. Ay yaxşıdır, bu gül alırsan, və bura nə əşə gətirmirsən? Burada görüşəsən? Ürəyin yıxılmasın, sevgilimlə, şanlımla burada görüşəcəm da. Burada görüşəcəm. Burada görüşəsən? Ha, bura görüş yeri deyil, bura bulvarda, bura parkda gələsən, ha? Yox, mənim şanlım burada işləyir, bu kafedə işləyir. Burada işləyir? Burada işləyir, ha? Sevgilin, seviyoruz, Ay, sevinç əldən getdi, Bir dəqiqə ya, sevinç niyə qora əldən gedir? Bu sevinci sevir də? Sevinç bunu sevmir ki. Mən də səydaşam ya, o dəqiqə ürəyimi yeyirəm. Sevinç heç elə şeydir ya. Ama mən sevirim. Sevgilim? Hayca, boş ver lan ama. Sevinç. Güləndam, bir də təkrar elə. Elədi ki var. Bildim də nə? Elədi ki var də nə? Ay qız, elədi ki var denə. Yox, elədi ki var. Bir də. Elədi ki var də nə? Yaxşı, bax. Aslan, işini aksatma. Elədi ki var da nə? Elədi ki var. Eşitdin? İndi sən təkrar elə. Aslan, işini aksatma. Güləndam, onu yox. Sən elədi ki varı təkrar elə. Bir də. Dedim də nə qədər demiyorlar, Elədi ki var də nə? Aslan, mən artıq bacarmıram. Özüm bununla məşğul ol. Mən getdim. Ürəyin necəsi elədir? Mən ələmdarımı görmək istəyirəm. Bunu böyük kişi müəllim göndərdi. Dedi ki, bunları müdürün otağına aparın, o əşyalardır. Teşekkürler, siz gelebilirsiniz, sağ olun. Şantajçı dinozavr. Telefonu atamla andan xəbərsiz dəyişdiyini bilməsəydin, heç vaxt sana görə yalan danışmazdım. Yox Fərhad, biz nəsə səhv eləyirik. Burada 100% anlaşılmazlıq olub. Düz deyirsən. Mən elə o anlaşılmazlığı anlamağa çalışıram. Narahat olma Ginan, heç nə olmayıb. Heç xoşbəxt müəllimdən gözləyərdiniz. Gözləyəndə gözləmək lazım idi da. Mən də deyirəm, bu nətər olur, bitdən birə bizim maaşımızı 2 dəfə artırdı. Maddiyyən lazım da zaya seyrək. Dəngəsə. Başın var da bir məntiqin olsun da bunu fikirləş da. Başa qoyursan qabağa özün özə deyirsən. Deyirsən ki, Lətif, zay. Kimdə sabitdən birə 2 dəfə artıq maaş verən, ha? Kimdir? Özdə fikir ver, ha, tutulmayıb. Görsən, tutulmayıb da hələ. Amma halbuki bu variantda var idi. Bax, dəlidən doğru xəbər, ha, buna deyirlər. Bax, variantda. Gelirsən banca. Düzdür? Yavaş-yavaş gizlin gedəndə birdən mühafizəsi çıxır qabaqla. Sən başlayırsan qaçmağa, mühafizəsi sənin dalınca. Sən qaçsan o qaçır, sən qaçsan o qaçır. Piləkəndə ayağın ilişir, piləkəndən baş aşağı gedirsən aşağı. Başım belə nə tərdəyirsə piləkəna, buradan belə qapaq açılır, bir dağılır piləkənin üstünə. Mühafizəsi də yuxarıdan gəlir, düşür sənin üstünə, qalırsan altında.
ona görə. Ay qız, burada söhbət puldan getmir. Mənəvi ehtiyacını ödəyirsən, başa düşürsən. Mən nə deyirəm? Sus da! Görəsən o qatil deyil. Üzümüzə gülə-gülə bizi öldürəcək. Görərsiz sən. Bax, mən ha burada deyirəm ha bacısa. Qatil olmağını nağdılaşdırmamışıq. Dəqiq bilmirik, düzdür? Amma oğru olmağı nağdılaşdırıtdılar. Çəkirtdilərdən kameraya düşürdü. Hər oğlan kameraya düşə bilmir ha. Abi düşürdü. Hələ biləylə. Çanta yoxla. Bitdən o içindən pulu şeyi oğrayıb eləyər ha. Mənim heç yerə baxası işim yoxdur. Çünki mən ömür boyu pulum olmayıb. Aşağıda balaca bir uşağı gördüm, yazıq acdı. Dedim ona kalmasa çörək doğrayım. Kalmasa çörək. Siz də istəyirsiniz? Yox. Yox, istəyirsinizsə doğrayım gətireyim. Yox, çox sağ olun. Uşaq gözlüyünü verin. Ağıllı deyən, ağılsızı. Gəl kəsin. Əlim olma istəmə. Dinozavr, atam bir də zəng eləsən, mənə hər şey danışacağam. Onda əvvəlcə telefondan onlardan xəbərsiz dəyişdiyin dədir. Sən bəsdir də telefonla danışdı. Əgər bu dəqiqə oyuna qayıtmazsan, texniki məğlubiyyət verəcəm. Bax ha, bəlkə dördlərin yanında olduğumu evdə bilməsinlər. Şirxan dayı, sən mən onda bilməzsən. Mən səni işləməyən pultla da ödərəm. Qorxdum səndən. 9-7, 6 top vurmuşam. Bayaqdan görmən içində vəzək gəlir. O mənim problemim deyil, gözüm aydın. Yaxşı oğlanlar həm telefondan danışır, həm də pıtdan oynayır. Oynayırsan? Gəl oynayaq. Həraşda. Burada. Gözlərimə inana bilmirəm. Nə yaxşı gəlmisən. Həsrətinə daha çox dözənmədim. Bir dəqiqə. Xoddan makinanı. Mən başa düşmürəm, Sevinç. Bu nə deməkdir? Bu, sən, Ələmdar. Tanış ol. Rakif. Sevgilim. Sən, dana, Tanış olmuşuq, ələmlər yaxşı oğlanlı. Sənin ötü yaman darıxmışam. Deyirəm, keçib bir söhbətdə zaten eləyək də. Elə mən də səndən ötürü çox darıxmışam. Keçək də onda. Ay Şəfiqə, bayaq söz qarışdı, yaxşı soruşa bilmədim. Böyük kişi necədir? Yaxşı deyə Dilbər xala. Amma bilirsən, ofisə təzə müdür gəlir. Nəzarət müəllim də deyib ki, onu yaxşı qarşılayın da. İndi başı ona qarışıb. İnanırsan, heç düzəməlli söhbət də eləyə bilmirik. Amma Şəfiqə, ona imkan vermə ki, sənə qarşı diqqətsizlik göstərsin. Ay arvad, bir dəqiqə tavaqını ilə görün. Şəfiqə, sən nə dedin? Dedin, ofisə təzə müdür gəlir. Nə olub ki? Ondan sənə nə? Necə yəni sənə nə, ay arvad? Niyə bəs mənə demirlər? Başa düşmədim Əjdər dayı. Sənə niyə deməlidirlər? Sən müdürün maşınının qabağını kəsib pul alacaqdın. Necə yəni sənə niyə deməlidirlər? Deyəsən sizin təşkilat-ı Əjdərin təşkilatı işlərdəki qabiliyyətindən, istedadından, bacarığından xəbəriniz yoxdur. Keyfi yoxdur. Mən bu saat gedib onlara bu qarşılanmağın nə olduğunu sübut eləyərəm. Onları başa salaram mən. Mən kiməm? Gözləyəm bu saat. Ayağın çıxı var. Hara getdin, ayağın çıxı var. Dilbər xala, bəs bayaqdan axsıyırdı. Ayağına mismar batmışdı, nə oldu? Sən Əjdəri tanımırsan, yeni hoqqalarıdır da. Az o bədbəxt itəcək. Heç kim onun dilini başa düşməyəcək. Lüğətlərdəki qaldı məndə. Ayağın çıxı var. Yox, burada nəsə bir səhvlik var. Mən bunu gedib yerində öyrənməliyəm. Yerində. Yox Fərhad, yox. Bizim onlara inanmadığımızda fikirləşməkləri özlərinin inamlarını azaldacaq.
Tapdım. Hə? Mən indi Aha. Yaquta zəng edirəm. Yaxşı. Bəlkə sən biraz səhv başa düşmüsən. Bir dəqiqə. Bu nədir? Bu nə qutulardır? Təzə müdürün əşyalardır da, nə? Böyük kişi müəllim tapşırıb ki, yerinə yığa. Qutuları belə xarizmatikdirsə, görəndə içində nələr var? Bəli. Aç, Aslan, aç. Tez ol. Aslan! Döner. Bu döner. Mənə kimisə xatırladır. Təzə müdür deyəsən musiqini çox sevir. Burada nə qədər müğənni şəkilləri var. Aslan, bu qalstuklar sənə kimisi xatırladır? Hə qızım, deməli bəyək anan sənə zəng eləyəndə zar lövhədəydi də? Zar lövhədə ola telefonla danışmağı mümkünsüzdür. Yaxşı qızım, sən dərsləri oxu, mən sənə zəng eləyərəm. Oldu ata. Sağ ol. Yemək almaya gedib. Gələndə deyərəm zəng eləsin. Dinozor. Tez məktəbə gəl. Atama da zəng elə. Mənə zəng eləmə. Sənə görə 8 top qabaqda ola, bir top dala düşdü. Mən Şirxandan yerində olsaydım, səni kompüterə buraxmazdım. Dinozor. Yaxşı yoğurt. Səndən sonra danışaq. Nə də patlalar. Bu dram deyil səni əsəbləşirsən. Bugün sən odana gedər, heç yerə getməyəcəm. Getmə. Mən qorxuram. Gəlin polisə zəng eləyək, gəlib aparsın. Yoxsa bizi öldürəcək. Abacı, sən qorxu verəmə. Onun özünü görmürsən, nə tək xoş niyyətli insandır da. O adamı öldürəndə də heylə öldürür ki, ağrı zat hiss eləmirsən, ha? Niyə ağrımasın, qoy ağrısın. Əziyyət çəkib öldürür, heç olmasa ağrı ilə. Aydın da bir dəfə olan şeydir, onu da imkan vermərsiniz da siz. Yaxşı, bəsdirin, gəlin yolu tapaq. Abacı, sən də elə söz deyirsən ki, bu yolun sonu axırı türmədir da. O türməyə nə deyirsən o zə? Həbsxana. Ha, həbsxana, bir də cəza çəkmə müəssisəsi. Vəssalam şüd, tamam da. Ya biz qoşuluq bir yerdə getməliyik ora, ya da ki polisə zəng eləməliyik. Vəssalam da, burada nə var? Ən yaxşısı elə budur. Hə, uşaqlar. Deyirəm, həftə sonu hamımız işdən qaçıb gelirik tənha adıya. Hə? İstirahət eləməyə. Sadəcə elə özümüz, biz. Hə? Gördün? Axtarışda olduğunu bilirdi, indi tənha adıya qaçmaq istəyir. Xoşbəxt müəllim. Tənha adanı nə edirik? Necə? Elə bil ki, nəsə eləmişik, qaçırıq. Biz çox şey eləmişik. Necə yəni? Siz buranın işlərini görmüsünüz? Mən də öz işlərimi. Hə, nə deyirsiniz? Hə? Görsən? Öz işlərin demir ha, deyir, heylə beylə iş eləmişəm. Hə? Nə deyirsən? Heç də, heç də. Hamımız gedirik tənha adıya. Ya! Necə? Hə! Zəhər ha! Ay ayağımda, vurma, vurma. Sonra başın xarab olacaq, hekayə də danışa bilməyəsən. Ah, Rakib. Səydək. Ah, Sakib. Sahib. Ah, sahib, mən kömək elə də, mən lağarım, mən bu dərdən ətər dözüm. Dözmə də, səni məcbur eləyən var. Sən mən... Aslan! Qalx.
Siz bir qalstuklardakı iş ciddiyyətinə, iqtisadi zəkaya baxın. Aslan, səncə bu onun bir zarafat ola bilər, hə? Bəlkə o özü qayıdır, bizlə zarafat eləyir, hə? Açığı, mənə də elə gəlir. Kim gəlir? Mənə dediyində nə? Ay qız, sən get, elət ki var deməyi öyrən. Əgər o dahi iş adamı da bura gələndə sən elət ki var denə desən. Cəsarət müəllimdən danışırıq. Yəni bax, bütün bu əlamətlər ondan xəbər. Aslan, o gəldi. İnana bilmirəm. İnanın ki, mənim gələcəyimdən belə şeştaq olacağınızı bilsəydim, çoxdan gələrdim, hə? Əjdər müəllim, buyurun. Eşdirəm sizi. Nə lazımdır? Buyurun. Demək belə. Böyük kişi müəllim hardadır? Tez bura gəlsin. Tezə müdürümüz gəlir. Biz onu qarşılamağa hazırlaşırıq. Böyük kişi müəllim də şirkəti gəzir. Necə? Deməli qarşılanma mərasimi olacaq. Bəs niyə təşkilat-ı Əjdərin bundan xəbəri yoxdur? Axı niyə siz təşkilat-ı Əjdərin bu təşkilatçılıq qabiliyyətindən, istedadından istifadə edib yararlanmırsınız? Lazım deyil, Əjdər dayı. Əjdər müəllim, biz sizin iş qabiliyyətinizə, orta statistik göstəricilərinizə hamımız çox yaxşı bələdik. Siz əziyyət çəkməyin. Hə, Əjdər dayı. Azdan çox da mənim də xəbərim var, lazım deyil də, nə? Yaxşı. Görürəm siz israrla məndən kömək istəyirsiniz. İndiki kömək istəyirsiniz, onda təşkilat-ı Əjdəri iş başında görməyə hazır olun. Yox! Qənə! İkisinə də birdən zəng vuracam. Yaxşı yolu budur. Əgər olmasa, özüm gedərəm. Yaxşı fikirdir. Hə qızım, Zar yanında oturub? Yox, ata, yenə lövhəyə çıxıb. Bir dəqiqə dayan qızım, bir dəqiqə dayan. Zar, nə edirsən? Ata, müəllim çətin bir tapşırıq verib, onu eləyirəm. Sən halan seçim? Braziliya. Nə? Braziliya haqqında sual verib, onu yazıram. Axı, Zar, bugün səhv eləmirdimsə sənin riyaziyyat məşğələ günün idi. Nə Braziliya salmışsan orada? Hə da, Sən lövhədəsən? Yox, lövhəyə bayaq çıxmışdım. İndi yerimdə eləyirəm. Nə? Yaquta verim telefonu. Hə, ata, Yaqut lövhədədir indi. Bir dəqiqə gözlə balam. Qızım, Zar hardadır? Lövhədə. Oğlum, bəs Yaqut hardadır? Lövhədə. Balam, sən hardasan? Yerimdə oturmuşam. Sağ ol, sağ ol. Mətəli! Bunlar hansısa yalan danışır? Bilirsiniz? Yox, bilmirsiniz. Mən gecələr həmişə şəhərə çıxıram. Deyirəm, bəlkə kiməsə köməyim dəydi. Kiməsə maddi yardım göstərmək lazım oldu. Gördüm, biri arvad elə ağlayır, kömək istəyir. Mənim yazığım gəldi ona. Ora qaçdım, yoxdur, bura qaçdım, yoxdur. Heç yanda bankomat tapa bilmədim. Bilirsiniz... Deməli, boynunuzu alırsınız. Əlbəttə alıram. Əlbəttə alıram. Bilirsiniz? Yox, bilmirsiniz. Gözətçi yatmışdı. Mən yaxınlaşdım gözətçiyə. Gördüm elə xoşbəxtdir. Yuxuda nəsə ya çoxlu pullar görür, nəsə. Belə gülümsəyir, belə xoşbəxtdir. Mən də onu oyatmadım, belə yavaşça yanından keçdim. Belə bankomatdan 250 manatı çıxartdım. Sonra da çıxdım, gəldim də. Xoşbəxtlər. Acan. Yekə kişi söz, canım bir bəla. Saçın başın ağarıqdı sən. Niyə yalan danışırsan, ha? Yalan? Ha? Yalan. Bilirsiniz, yalan hərdən o həqiqətin dəyərini üzə çıxardır. Yalan olmasa biz o həqiqətin həqiqətliyinə inana bilmərik. Yalan özü də hərdən məni xoşbəxt eləyir. Bəli. İndi də yalan deyirsiniz? Yox, yox.
Eğer yalan sizi xoşbəxt eləyəcəksə, yalan danışa bilərəm. Mən heç başa düşmədim. Narahat olmuyor. İndi araşdırmanın cavabları gələcək. Gözləyək. Sevgilim. Düzün deyən, həqqi deyən, sən mən həqqi sevirsənmi? Gözümün içə bax deyən, o kora zaten belə baxırlar, gözlərinin içə deyirlər, elə deyirlər onlara. Mən səni doğrudan da çox sevirəm. Ürəyim səni, ürəyim. O mənim şerim var, Akif deyər, bir inək var, bir də at. Sən ol sevgilim, həyat səni, həyat. Deyirəm, cəmaatda özlər gördüm, inək, at, amma burada dura bilmərəm ya. Burada duramırsan, keç orada dur. Bir də ki, sən durmamsan axı, oturmuşsan. Məni əsəbləşdirmə, Səydəş. Səydəş tükünü tutdu yenə. Mən gözəmirəm, İtay. Gedirəm mən. Nə? Gedirsən? Ələmdar bəs mən? Bəs hekayə? Hər şey qutardı. Hekayə də, çayxana da, Ələmdar da, sevinç də. Ələmdar! Yaxşı. Siz təşkilat-ı əclərə məlumat verin görüm, gələn kimdir, necə adamdır? Əjdər dayı, dəqiq bilmirik. Amma deyəsən cəsarət müəllim gəlir. Amma bizə sürpriz eləmək istəyir. Bəli, və mən əminəm ki, o bunu eləyərkən yenə də şirkətimizin mənafeyini düşünür. Yəni, bütün əlamətlər ona işarədir. Demək belə, əgər gələn cəsarətsə, təşkilat-ı əjdərin işləri biraz yüngülləşir. Çünki mən onu yaxşı tanıyıram. Firfilo. Bağışlayın, nahara dönər almışdım. Deyəsin çaşıb kutunun içinə qoymuşam. Hələ! Abala, sən nə amur adamsan? Ahamaşır bir-iki dönərə görə bura gəlmişsən. Yaxşı. Elə təəccüblə baxırsınız ki, güya Əjdər müəllimi birinci dəfədə görürsünüz. İndi başa salaram. Demək, amur acgöz deməkdir. Afamaşır da göz görə, vəssalam. Qutunun içində? Bəli. Aslan, biraz tez ol. Şata qalmışdı, götür. Çox sağ ol. Dönər əldən getdi. Bu o deməkdir ki, cəsarət müəllim deyil gələn. Boş danışma. Mən onsuz da dönərdən şübhələnməmişdim. Amma bu qalstuklardan şübhələnmişdim. Bəli. Bunu da verməyə yadımdan çıxmışdı. Bağışlayın. Məktub? Filfilo. Hər şey anlaşıldı. Burada o qalstukların mağazadan satdıqdan sonra verdikləri qəbzlər var, qiymətləri ilə. Bir də məktub var. Bircə dəqiqə məktub. Bu da üzr məktubudur. Sən demə, cəsarət müəllim 5-6 ay bundan qabaq bu qalstukları sifariş eləyib. Başqa ünvana göndəriblər. İndi isə gətiriblər bura. Qalstuklar da belə getdi. Qaldı bircə şəkillər. Doğrudan şəkillər. Ya bunu o şəkilləri ver mənə görüm. Ver mənə görüm bu şəkilləri. Abala, bu şəkillər hamısı Namiq Qaraçuxurunundur ki. Bilirsiniz, cəsarət müəllim əvvəl bizi şübhələndirdi. Sonrasa fikrimizdən daşındırmaq istəyir ki, gəlişi daha da maraqlı olsun. Bəli. Bir zəkaya heyran olmayasan, neyniyəsən? Cəsarət müəllim. Dinozor, atam şübhələnib. Bura gələ bilər. Onlar ikisi də bizə inanırlar, gəlməzlər. Gələrlər. Gəlməzlər. Gələrlər. Gəlməzlər. Gedərik. Niyə getməyək ki? Gedək görək bu nə məsələdir? Yaxşı, onda gözləmə edərlər. Tez elə biraz.
Ay qız, toya getmir, yey bəzəni sən orada, tez elə. Mövzu ilə bağlı kiminsə sualı varsa, verə bilər. Fərhad müəllim, Mətəhət xanım, xoş gəlmişsiniz. Buyurun. Elə buradan keçirdik müəllim, dedi bir siz də görək. Vaqif müəllim, dərsləriniz necə gedir? Yaxşı gedir, çox sağ ol. Ana, niyə gəlmişsiniz? Qızım, Zahir hanı? Salman getdi. Bəs mən Hüseyin üstə demişəm öz başına hərəkət eləməyin. Evə gələndə su ala bilmirdiniz? Fərhad müəllim, ümid edirik ki, Zahir da yaxın vaxtlarda gələr. Niyə? Çoxdan gelib ki? Hara? Sual mı? Nə? Güləndam, diqqətli ol. Mən deyirəm, sən də təkrar elə, yaxşı? Elədir ki var. Elədir ki var. Elədir ki var. Elə yox, biraz ciddi ol. Elədir ki var. Elədir ki var. Bir də? Elədir ki var. Sən izləyəcəksən. Əjdər müəllim. Əjdər müəllim, sizə nəsə kömək lazımdır? Ala gətir. Başa düşmədim. Sizlə qadın danışır. Əjdər müəllim. Abala, ala göyərti deməkdir. Deyirəm, yəni oradan o göyərtini bura ver. Bu nə mahnıdır qulaq asırsınız? Ondan sonra Namik Qaraçuxurluya qulaq asın da. Burada nə edirsiniz? Tava pişirirsiniz. Aslan, səlisi oradan mənə ver. Nəyi? Dəsmalı oradan mənə ver. Ayşə, sən də mani olma. Xanım, bağışlayın. İş vaxtı başımı qatan heç kimi bağışlamam. Sənə bura girməyə kim icazə verir, hə? Qapını aç, çıx çölə. Tez. Axı mən. Nə axı mən? Dedim qapını aç, çıx çölə. Çıx. Bu nədir? Kim bunları bu günə qoyub? Söndür o musiqini! Bıs. Qəşəng. Qızım gəlmirsən? Tanış olun. Təzə müdiriniz. Nəzarət müəllimin dostunun qızı. Mən indi müdürün üstünə qışqırmışam. Gülnara xanım. Gülnara xanım. Nə olub sən, Gülnara xanım? Gülnara xanım, dur dənə. Həqiqətən də bankdan pul oğurlanmayıb. Öz hesabından götürülüb. Qonşudakı marketin kameralarında görünür ki, pulu qadına verib. Hər şey aydın oldu. Biz qalan suallarımızı yatan gözətçiyə verəcəyik. Bağışlayın, xoşbəxt müəllim. Çox sağ olun. Siz məni lap xoşbəxt elədiniz. Sağ olun, sağ olun, sağ olun. Buyurun, buyurun. Uşaqlar, mən çox pis oluram. Xoşbəxt müəllim, üzr istəyir o. Bizi bağışlayın. Yox, belə danışmayın, mən lap pis oldum. Görürsən, bizdən çox inciyib. Haqqı da var. Ondan şübhələnmişik. Ay xoşbəxt müəllim, abi
Ürək oza salmayın, həyatda da yaşayırıq da, elə bir cür yaşayırıq həyatı. Başa düşürsünüz, nə demək istəyirəm. İndi eləmişik, uşaq olmuşuq, uşaqlıq eləmişik, nə qarab öldürəsi deyilik gözümüzü. Siz də bizə görə çox pis olmuşsunuz. Sizə görə niyə? Axı biz sizdən şübhələnmişdik, oğru kimi başa düşürsünüz, nə dərik. Ona görə siz çox pis olursunuz. Yox, burada axı pis olmalı nə var ki, mən pis olum? Adamın damarını tapmışam. Ağaç bəkmən, mən də hu deyirəm də, ha burada pis olmağa nə var ki, siz pis olursunuz, bizim də qanımızı qaraldırsınız, işdə də qan qaraçılığı yaradıyız. Mən o gözətçiyə görə, amma axı o gözətçidə günah yoxdur, günah məndədir. Mən gərək gözətçisi oyaq olan bir bank tapaydım, içəridə icazə ilə girəydim. Onda gözətçi də pis vəziyyətdə qalmazdı. Mən həmişə çalışıram ki, insanlara yaxşılıq edeyim. Amma hərdən belə olur da, görsən pis də alınır da. Yox, insan gərək yaxşılığından heç vaxt qalmasın. Mən o gözətçiyə kömək eləməliyəm. Gözətçiyə kömək lazımdır. Mən gəlirəm. Ələmdar, bu nədir? Harasa gedirsən? Hə, gedirəm. Əvvəl bu çayxanadan, sonra da şəhərdən çıxıb gedirəm. Niyə? Nəsə olub? Sevinç, mən bir şey soruşa bilərəm səndən. Axı, məhəbbət, sevgi... Sən necə başqasını sevə bilərsən, Bu niyə belə deyir? Başa düşmədim. Hə, Ələmdar Salmanı deyir. Düz deyir də. Ələmdar, mən... Sən başqasını necə sevə bilərsən? Ələmdar, sakitləş. Gəl otur. Yox, sən, axı, sevgi, məhəbbət elə bir şeydir ki, mən başa düşmürəm, ya Sevinç? Ələmdar, sənə hər şeyi izah eləyəcəm. Gəl otur da, nə olar? Bilirəm, sən bütün bu olanları görəndə çox pis oldun. Səni qınamıram. Kaş mən kar olaydım, eşitməydim sizin söhbətinizi. Kaş mən kör olaydım, görməydim sizi. Ələmdar, mən onu sevmirəm. Nə? Yaqub, Zaur hanım? Ata, mən... Zaur hanım? Ata, əvvəlcə sizə bir şey etiraf eləmək istəyirəm. Nəyi qızım? Nəyi bala? Böyük kişi müəllim, mən sizdən dönə-dönə üzr istəyirəm. Məndən yox. Çox dəyərli nəzarət müəllimin, çox dəyərli dostunun, çox dəyərli qızı, gözəl insan, qəşəng xanım, qəşəng xanımdan üzr istəyim. Buyurun, söz sizdədir. Namik demişkən, qulaq asın cəmaət. Qəşəng xanım, mən sizdən üzr istəmək istəyirəm. Gözəl xanım. Sus! Qəşəng xanım. Bu nə hörmətsizlikdir? Namik demişkən, qulaq asın cəmaət, mən danışım nəhayət. Bu məhəbbət aləmi yana gətirir. Of, sakit dur dedim sənə. Yenə qış gəlir ona, yenə yanmır bir ocaq. Alo. Atişko. Necəyəm? Xəlqin gözü tərəzidir. Xəlq hər şey görür. Oldu. Sağ ol. Əfrəm. Atam idi. Nə deyirdi? Nə deyəcək? Deyir, can papanın gül balası. Harada qalmışdım? Qəşəng xanım, bir dəqiqə. Qəşəng xanım, icazə verin. Mənim
Sizə demək çox sözlərim var. Bilirsiniz, mən sizdən üzr istəmək istəyirəm. Mən istəyirəm ki... Sən nə çox danışırsan? Ümumiyyətlə bilirsən nə var? Keç o bir otağa. Mən? O bir otağa? Siz məni iclasdan qovursunuz. Qəşəng xanım, məni Gülnarəni qovursunuz. Sən mənim sözümə qarşı çıxırsan? Buna hörmətsizlik Beyxan müəllim. Belki. Fərqi nədir? Tez ikiniz də buranı tərk eləyin. Bu dəqiqə. Evet ki var. Çıx dedim sizə, ikiniz də. Tez. Evet ki var. Tez dedim. Üzr istəyirəm. Başlayın. Getdilər. Abla çıkar dayı. Tatala unuttu. Al çabır. Ata. Allah. Zaur, Şirxan, Məfələt bacı. Yaqub. Şirxan dayı. Dinozavr. Bir daha deyir ki, durun vaxtdır. Dostayım da dururuq. Bir dəqiqə dayanın. Zaur, sən dərs vaxtı günün gün ortaçağı burada nə edirsən balam? Ana, mən dərsdən çıxıb... Nə? Zaur, sən dərsə getməmsən bugün. Yogurt. Bilirsiniz? Nə? Yogurt. Qızım, o təzə telefonumu çıxart, saatı dinən mənə. Çıxart. Həmişə mən kimsə iclasdan qovurdum. Bu hissi bilirdim. Amma iclasdan qovulmaq hissinsə ilk dəfə də yaşayıram. Bax, böyük kişi müəllim, bizə belə bir müdür lazım idi ki, bizə yaşamadığımız hissləri yaşatsın, bizi yeniliklərlə işə isitsin, bəli. Sakit dur. Sənə görə məni də qovdu. İndi içərdə aslanla Gürandamın suyunu çıxardır. Böyük kişi müəllim, onlara bu da azdır. Bəli, elədir ki var. Casikdən Gülnar haqqında soruşmuşdum. Ona görə onu kənarlaşdırdım. Danışdıqlarımızı eşitməsin. Yaxşıdır. Qaşan xanım, sizdən bir söz soruşmaq istəyirəm. Bu Namiq Qaraçuxurluya olan sevginiz hardandır? Mən gözüm açıb Namiqi görmüşəm. Namiqi vermişəm. Sən bir sıraçın. Namiqin rəvayətindəki ölən qız var idiyə. O qız mənəm. Peki? Əlbəttə, orada deyirim. Qəbrə gedən kim idi? Kim idi? Kim idi? Kim idi? Kim olacaq? Mən. Amma məşhurlaşmamış, yanına çıxmaq istəmirəm. Qoy biraz məşhurlaşım. Sonra çıxıb deyəcəm, Namiq, ölməmişəm, buradayam. Qəşəng xanım, bəs gələndə nə işə gecikmişdiniz ha? Ne üçün gecikmişdi? Ha, ay qız, nə üçün olacaq? Oğlanlar imkan verir ki... Hansı oğlanlar? Hansılar olacaq, elə hamısı. Əslində qınamıram mən. İndi əyri oturaq, düz danışaq da. Mənim kimi gözəl qızın qarşısında hamısı acizdir. Namiqin qulağından uzaq. Rakiflə məni uşaq vaxtı göbəyə kəsdə eləyirlər. Bizim razılığımızı almadan. İndi bir səhv də eləyiblər. Mən onu sevmirəm. Bəs ondan niyə elə açıq hərəkət eləyərdin, danışırdın? De ki, mən səni sevmirəm, ürəqim özgəsinindir də. Elə bilirsən, heç demək istəməmişəm. Onun anası mənim xalamdır. Çox ağır da xəstədir. Mən ona yox desəm, çox pis olar. Ona görə də bir müddət bu oyunu davam etdirməliyəm. Səndən də mənə dəstək gözlədiyim bir vaxtda
sən də qoyub məni gedirsən. Onsuz da Salman da bizi qoyub getdi. Yaxşı da, Sevinç. Onu da bil ki, mən öz sevgimi unutmamışam. Heç bir zamanda unutmaram. Onu ölənə qədər ürəyimdə saxlayacağım. Sevinç. Sevinç yaxşı qızdır. Salmanın getməyinə bu qədər dilxor olubsa, mənim getməyimi heç istəməz. Deməli, o məni sevirsə, mənim üçün başqa hissə lazımdır. Mən heç yerə gedən deyirəm. Lap 100 ildə olsa səni gözləyəcəm. Gedim sevgilimə dəstək olun. Sevim! Zal, dərs vaxtı patalağın yanındasan, ha? Oğlum, biz sənə inanmışdıq. Öz də bunu çox yaxşı bilirdin. Ana, mən... Sən mənim inamımdan sui-istifadə elədin. Heyf! Yaqut da! Bir dəqiqə. Yaqut etiraf elədi. Ən azından gəlib səhvini etiraf elədi. Bu da o deməkdir ki, Yaqut bugün cəzasız olacaq. İndi etiraf edə bilmərəm. Hə, indi etiraf eləməyin. Bu Mətişin, Yekişin bacısı olduğunu demək kimi bir şeydir də. Fərxat, Mətiş Yegiş yox. Mətanət yeganə. Bax, bu barədə sonra səndən danışarıq. Hə, bax sən bizi də, Vaqif müəllimi də aldatmısan. Bacını şantaj eləmişsən. Vaxtını da bax, burada boş yerə keçirmişsən, Zaur. İnamımdan da sui-istifadə eləmişsən, Zaursan. İndi mənə inanmayacaqsınız. Bu sənin öz əlindədir, oğlum. Əgər səhvini bir də təkrar eləməsən, bəlkə biz sənə bir şans verdik, hə? Zar, yalançı çobanın hekayəsini bilirsən də. Hər dəfə çoban deyir ki, qurd sürünü yedi. İnsanlar buna kömək eləməyə gəlir. Amma gəlib ora çatanda görürlər ki, çoban yalan deyir. Kör peşman dala qayıdırlar. Amma qurd əslində ora gələndə isə artıq heç kəs ona inanmır. Mən yalancıyam. Yox, bu sənin təcrübəsizliyindən. Özünə yalancı adlı qazanmamışdan öncə insanların etibarından sui-istifadə edib, o etibarı heç vaxt itirmə. Yaqut, ən gözəl yalan nədir? Doğru danışmaq. Aysa, ən gözəl yalan doğru danışmaqdır. Hamınızdan üzr istəyirəm. Zaur, Vaqif müəllimdən də üzr istə, balam. Üzr istəyirəm Vaqif müəllim, mən bağışlayın. Bağışlama haqqında bir şey fikirləşmək olar. Məncə də. Bunda cəza da? Yox, cəza 100% olacaq. Buna nə olub? Buna desən söz təsir edir. Bu 100 ildən biri olan hadisə deyə. Zar onu çək, axşam YouTube'a qoyarıq. Yaxşı da, Fərqə. Şirxan müəllim, sizə nə olub? Nə olacaq? O patalaq gəldi, bütün oyunumu körlədi. Patalaq da məni uddu. Patalaqlar hələ gülürlər də.